Abşeronda kütləvi dava baş verib. Hadisə Xırdalan şəhərində yerləşən hündür mərtəbəli binaların birinin qarşısında məhz durduğumuz bu ərazidə qeydə alınıb. İddialara görə bir neçə şəxs bir nəfəri bu taxta ilə amansızcasına döyüblər. Onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Hadisənin qız üstündə törədildiyi bildirilir. O yandan durub söhbət edirdik yoldaşlar. Gördük o yandan səsli küylü qova gətirdilər. Bu yandan, o yandan girdilər, bu yandan çıxdılar. Zopa ilə vurdular. Sonra da bıçağı soxdular. Axşam saatlarında Abşeron rayonunda moped sürücüləri olan kuryerlər arasında insident olması ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə insidentdə tərəflərdən biri 22 yaşlı şəxs müxtəlif dərəcəli xəsarət alıb. Ərazi polis orqanında araşdırma aparılır. Əməli törədən şəxs yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.